Müəllimlər bütün iş saatını məktəbdə olmalıdırlar. Bunu kim deyib? Bunu deyib Emin Əmrullayev, Təhsil Naziri. Özü deyib ki, bu hansı müəllimlərdən söhbət gedir? Sertifikasiyadan yüksək baldan çıxan müəllimlər. Onlar bütün iş günü məktəbdə olmalıdırlar. Dərslərini deməlidilər, sonra da nə iş görməlidirlər? Valideynlə işləməlidirlər, şagirdlə işləməlidirlər, başqa işlər görməlidirlər. Bu başqa işlər sözün açığı nədir mən bilmədim. Nazir bu boyda dövlət islahatı həyata keçirdir. O demir ki, bu başqa işlər deyəndə nəyi nəzərdə tutur. Amma bu işi bir təhsil islahatı kimi təqdim eləyir. Baxaq görək bu təhsil islahatı kimi təqdim olunan işin arxasında nə yatır? Əslində təhsilin vəziyyəti, keyfiyyəti o qədər aşağıdır ki, o qədər biabırçıdır ki təhsilin vəziyyəti. Biz burada hər hansısa bir formal dəyişikliyə islahat deyə bilmirik. Məsəl üçün, nazir keçən dəfə danışdı ki, dərsliklərin hazırlanmasında problemlər var. Biologiya üzrə, tarix üzrə və s. Biz onda dedik ki, bu adam işi bilir. Sonra məlum oldu ki, bu elə işi bilənlər çorruyur da işi. Yəni, bilməyib çorramaq o qədər də problem yaratmır. Biləndə daha ustalıqla iş çorranır. İkinci islahatda bu işi bilib çorramaqdır. Qardaş, sən görəcəyin iş nədir, hörmətli nazir? Hörmətli Emin Əmrullayev. Sizin görəcəyiniz iş bu dərslik məsələsini həll eləməkdir. Uşaqlara əlavə iş dəftərləri ilə yükləməməkdir. Əlavə kitablarla yükləməməkdir. Dünyada qabaqcıl modellər var, onlara baxmaqdır və onlardan öyrənməkdir. Sovet modelinin arxasınca Bologna modeli, onu da hibrid vəziyyətdə tətbiq eləmək, uşaqları belə kitab yüklü canlıya çevirməyin nə mənası var ki? Uşaqların beli əyilibdir. Azərbaycanda orta məktəbin ibtidai sinifinə gedən uşaqların böyük bir hissəsini aparıb yoxlatdırsanız, valideyn aparıb gətirmirsə uşağı, deməli beli əyilibdir, onurğası əyilib o uşaqların. Niyə? Çünki 8 kilo, 10 kilo kitab sumka ola bilər. Ortalama sumkanın, çantanın ağırlığı 5-6 kilodur. Məktəbli çantası 5-6 kilodur ortalaması. Belə olmaz axı. Bu problemi siz həll eləməlisiniz, eləmirsiniz. Siz nəyi həll eləməlisiniz? Siz repetisiyanın təhsil sistemini necə dağıtdığını həll eləməlisiniz. Əslində sizin görəcəyiniz iş bütün müəllimləri cəlb eləməkdir məktəbə. Məktəbdə qruplar açmaqdır. Əgər o sertifikasiyadan keçmirsə, ümumiyyətlə göndərmək lazımdır, geçsin. Sertifikasiyadan keçibsə, məktəbdə qruplar açılmalıdır. Məktəbdən sonra dərslər keçirilməlidir. Uşaqlar evə əylənmək üçün, istirahət eləmək üçün getməlidirlər. Evdə dərs oxumaq əyləsi qutarmalıdır bu Sovet metodikası. Uşaq yaşamalıdır həyatını. Bilirsiniz Azərbaycanda uşaqların vəziyyəti necədir? Uşaqlar məktəbdən gəlirlər, sonra gedirlər repetisiyaya, gecə saat 11-də 12-də gəlirlər. Repetitorun verdiyi məsələləri həll edirlər, məktəbdə müəllimin verdiyi məsələləri həll edirlər və uşaqlar sadəcə olaraq nifrət edirlər oxumağa. Siz bu problemi həll eləməlisiniz ki, uşaqlar təhsili sevsinlər. Amma sizin bu məqsədinizin altında nə yatır, mən sizə deyim. Hansı bu addımın altında hansı məqsəd yatır, mən sizə deyim. Siz istəyirsiniz ki, o müəllimləri cəlb eləyəsiniz məktəbə və o repetisiyaları məktəbdə təşkil eləyəsiniz. Məktəbdə repetisiya təşkil eləyəsiniz ki, rahatlıqla onlardan pul ala biləsiniz. Başqa bir şey yoxdur. Bu rüşvətin başqa mərkəzləşmiş formasıdır. Məktəbdə repetisiya qrupları təşkil eləyəcəksiniz və ondan faiz alacaqsınız. O müəllimlərin də razı kəsiləcək, ya maaşdan imtina eləməlidir, oturmalıdır evdə, o zaman vergi çökəcək sinəsinə, ya da gəlməlidir, məktəbdə oturmalıdır, işləməlidir və siz ondan havaydan alıb yeməlisiniz. Yenə uşaqlar heç nə əldə etməməlidir və təhsil biabırçı vəziyyətə düşməlidir. Bax, sizin əsl siyasətinizin mahiyyəti budur. Siz o dərsliklərdən danışanda biz ümid eləmişdik ki, siz doğrudan da nəsə progresiv bir şey eləyə bilərsiniz. Sakit, yavaş-yavaş, yazıq danışırsınız, problemləri göstərirsiniz və mətnin altında da elə təqdim eləyirsiniz ki, problemlər böyükdür, həllini eləməyə imkan vermirlər, mane olur bu kitab mafiyası, dərslik mafiyası. Mən mətbuatdan bilirəm uzun illərdir bu dərslik mafiyası ilə bağlı məsələləri. Amma belə olmaz əzizim, belə olmaz. Bu iş görmək deyil.
Bu iş görmək deyil əzizim. Velosipedi yenidən icad eləməyə dəyməz. Dünyada qabaqcıl təhsil modelləri var. Bizim xalqımızın psixologiyasına uyğun olan modellər var. Məsəl üçün, sosial ədalət mərkəzli bir təhsil sistemi var. Gedin, baxın, interaktiv təhsil sistemi var. Finlandiya modeli var. Baxın ona, görün orada nə faydalı şeylər var və bizlə, bizim xalqımızın əhval-ruhiyyəsi ilə bunu nətər uyğunlaşdırmaq olar, necə üzərində işləmək olar. Belə bir iş görün. Uşaqları xilas edin bu yükdən, bu kitab yükündən. Eləmirsiniz, ancaq gəlmişsiniz indi müəllim oturmalıdır səhərdən axşama kimi məktəbdə. Müəllim səhərdən axşama kimi məktəbdə otursa bunun təhsilə nə xeyri var? Hardasa oturmaq lazım deyil, hardasa kimisə otuzdurmaq lazım deyil. Ya evində oturdu, ya məktəbdə oturdu. Sənin burada mənfəətin yoxdursa, o 5 manatı ona verib, ondan 15 manatı geri alacaqsan. Yəni, sənin mənfəətin budur. Buna görə də ciddi olmaq lazımdır. Dövlət işi ciddi işdir. Dövlət ciddi məsələdir. Təhsil ciddi məsələdir. Təhsilə ciddi yanaşmaq lazımdır. Bu, sonra ciddi bir fəsad verəcək. Dəhşətli bir fəsad verəcək. Uşaqlar gələcəkdilər. Gənclik bugündür. Bax, bugün bizim gəncliyimizə baxın, görün, vəziyyət necədir? Bu, dünən bu təhsili idarə edənlərin günahıdır. Bugünün gəncliyinin səfalət içərisində olması, işsiz olması, cinayətkarlığa, narkomaniya meyilli olması sizin əsərlərinizdir. O nazir var idi, Misir Mərdanov, deyirdi ki, özünə hörmət edən müəllim 200 manata işləməz. Sən 200 manata işləyirdin, cənab nazir? Sən özünə hörmət edən müəllimsən, hörmət eləməyənlərdə neynəsin? Hamı gəlsin nazir işləsin. Belə spekulativ sözlərlə, belə fikirlərlə cəmaatın başını aldatmaq lazım deyil. Zəhmət çəkin, islahat edin. İslahat eləmirsinizsə, gözə çürüfürməyin. Biz imkan verə bilmərik ki, sizin bu dolayı yollarla qazancları xalqın cibinə girməyinizi, pulu mərkəzləşdirməyinizi siz islahat kimi təqdim edəsiniz. Sizin islahat kimi təqdim elədiyiniz şey korrupsiyanın, rüşvətin yenidən mərkəzləşməsidir. Əziz xalqım, əziz vətəndaşlar, hörmətli soydaşlar, bu çox ciddi məsələdir. Çox ciddi məsələ. Çox. Videonu bəyənin, paylaşın lütfən. Lütfən bəyənin və paylaşın ki, daha çox insan görsün. Fikirlərinizi yazın. Şərh bölümündə fikirlərinizi yazın. Təhsildə vəziyyət necədir? Uşaqlarınız necə oxuyur? Nə qədər repetisiyaya pul verirsiniz? Nə qədər uşaqların gündəlik məktəbdə qidalanmasına xərc çəkirsiniz? Nə qədər yol haqqı verirsiniz? Bunları yazın. Lütfən yazın ki, biz doğru rəqəmlərə çata bilək. Və yenə də deyirəm, yayımı bəyənin, paylaşın, şərh bölümündə rəylərinizi yazın, dəstək verin. Sağ olun, sağlıqla qalın.